Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala seyyidina ve nebiyyina Ebil Qasimil Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem ve ala alihi tayyibine tahirinel masumin. Rabbi şrah li sadri ve yassir li emri ve hlul uqdeten min lisani yefkahu kavli. Bugün İslam təqvimində en büyük bayramlardan biridir. Mübarək bir gündür. Qurban bayramıdır. Allah'tan bu günü bütün İslam ümmətinə mübarək etsin deyirəm. Allah xüsusilə xalqımızı bu gözəl gündə bütün arzularını, dualarını həyata keçirsin. Kəsilən qurbanları Allah öz dərgahında ali dərəcədə qəbul etsin. İslam dinində hər bir əlamətdar gün insanın səadətini, insanın xoşbəxtçiliyini təmin edən günlərdir. Və o əlamətdar günlərdən biri şəairallah, Allah şüarlarından biri Qurban bayramıdır, qurban kəsilməsidir. Quran-ı Kərimdə mütəal Allah Həzrəti İbrahim və əziz oğlu İsmailin bu hekayəsini özü vəsf eləyir. Həzrəti İbrahimin Allahın ona əmri ilə əziz övladını qurban kəsməsi, qurbangaha aparması, oğlunu qurban kəsməsi üçün Allahın dərgahına üz tutması Quran-ı Kərimdə bu hekayə söylənilir. Bu hekayə insana bunu başa salır ki, insanın övladına, əzizlərinə olan sevgisindən daha yüksək bir eşq və məhəbbət var. Bunun üçün gərək insan səy eləsin. Bu həqiqi eşqə və məhəbbətə, o yüksəkliyə nail olsun. Və bunun üçün də insan nədənsə keçməlidir. Elə insan öz həyatına baxsa, bütün 24 saat öz yaşamını nəzərdən keçirsə, başdan ayağa insanın bütün həyatı qurban verməkdən ibarətdir. Nədənsə keçir. Nədənsə əl götürür. Qəlbdə olan eşq və məhəbbət daha yüksək hədəfə, yəni ali hədəfə qurban verməklə insanın həyatı, ömrü gözəlləşə bilər. Yəni insan o ali hədəf üçün nəyisə qurban verə bilirsə, o insan həqiqi eşq və məhəbbət məcrasındadır. Ana xəttədir, Allaha doğru seyri sülükdadır. Allah Quran-ı Kərimdə bu əziz Peyğəmbərin, Həzrəti İbrahim və İsmail Peyğəmbərin bu hekayəsini bizə danışmaqla bizə başa salır ki, insan üçün belə bir məqama, belə bir bəndəçilik libasına bürünmək mümkündür. İnsan keçə bilər, qurban verə bilər. Öz həva həvəsləri ilə mübarizə apara bilər. Öz həva həvəsinə
qalib gələ bilər. Öz nəfsani istəklərini ayaq altına ata bilər. Öz nəfsini Allah yolunda qurban kəsə bilər. Burada fiziki bir qurban kəsməkdən söhbət getmir. Burada insanın nəfsini ayaq altına qoyması, nəfsani istəklərinə yox deməsindən söhbət gedir. Yoxsa Allahın o qana, o ətə heç bir ehtiyacı yoxdur. Allahın bir dənə istəyi, hədəfi var, o da sənin xoşbəxtçiliyindir. Sənin nəhai ləzzətə çatmağındır, qovuşmağındır. Yoxsa belə olmasaydı, o qurbanlığın heç bir mahiyyəti olmazdı. Ona görə din gəlir bizə bu məfhumu başa salır ki, bütün ömrün, yaşayışın fədakarlıqla yerinə yetirilməlidir. Fədakar olmalısan, mərhəmətli olmalısan. Bölüşməyi bacarmalısan. Sevdiyindən keçməlisən. Nə qədər ki sevdiyindən keçə bilməmsən, sən İbrahim və İsmail yolunda xəttində olmayacaqsan. Səni İbrahimə və İsmailə vəsl eləyən, bağlayan, onların əməl və rəftarını öz həyatında tətbiq eləməyindir. Yoxsa 10 dənə qurban kəs, 100 dənə fəqir füqaraya qurban ver, amma hədəf, məqsəd Allaha qovuşmaq, Allah rızayəti üçün olmasa, qürbət qəsdi ilə yerinə yetirilməsə, o qurbanın heç bir mahiyyəti yoxdur. Heç bir dəyəri yoxdur. İnsanın əməllərini dəyərli eləyən Allah üçün yerinə yetirilməsidir. Qürbət qəsdi iləndir. Ona görə bütün əməllər, hər biri qürbətən ilallah yerinə yetirilməlidir. Namazımız, orucumuz, zəkatımız, sədəqəmiz, qurbanımız, hər bir əməlimiz qürbət qəsdi ilə yerinə yetirilməlidir. Qürbətən ilallah, Allaha yaxınlaşmaq üçün yerinə yetirirəm. İlahi, bu qurbanı kəsirəm ki, sənə yaxınlaşım. Bu qurbanı paylayıram ki, sənə yaxınlaşım. Sən məndən razı olasan. Ruhum, qəlbim böyəlsin. Kimliyimə, ruhiyyəmə təsir qoysun. Ona görə, əzizlər, Həzrəti İbrahim və İsmailin əhvalatını Qur'an-ı Kərimdə oxuyanda o səhnənin içində özünüzü hiss eləyin. Görün, siz nə qədər Həzrəti İbrahim və İsmail kimi həyatınızı, ömrünüzü qurban verməklə keçirirsiniz. Nə qədər fədakarsınız, nə qədər mərhəmətlisiniz, nə qədər o ali hədəfə meyillisiniz. Bütün dəyərləri o ali dəyərə qurban verə bilirsiniz. Həzrəti İbrahim üçün İsmail çox əziz idi. Çox dəyərli idi. Övladı idi. Ata-övlad bağı var idi. Çox asan və rahat bir iş deyil ki, Həzrəti İsmailin əlindən tuta onu apara qurbanlığa, qurban kəsməyə. Baxın, Qur'an-ı Kərimdə Allah Teala Saffat surəsində bir neçə ayədə təqribən 100-cü ayədən 110-cu ayəyə qədər, 111-ci ayəyə qədər Allah Teala Həzrəti İbrahimlə İsmailin hekayəsini, əhvalatını danışır. Həzrəti İbrahim Allaha belə buyurur. Rabbi, həbli minəs salihin. Ey Rəbbim, ey mənim Rəbbim, mənə salihlərdən bir övlad bəxş et. Gör, salih övlad olsun. Salih övlad olmasaydı İsmail, Həzrəti İbrahimin o əmrinə, o
o sözünə, o tapşırığına əməl eləməyəcəkdi. Salih övlad olduğu üçün atasının o sözünə ləbbeş dedi, qəbul elədi. Və ayənin ardıca buyurur ki, فَبَشَّرْنَاهُ بِغُلَامٍ حَلِيمٍ. Beləliklə, biz onu həlim bir oğlan uşağı, yəni İsmaili əta elədik. Biz onu İsmaillə müjdələdik. Allahdan salih bir övlad istədi və Allah da ona İsmaili verdi. Ardıca ayədə buyurur ki, فَلَمَّ بَلَغَ مَعَهُ السَّعْيَ قَالَ يَا بُنَيَّ إِنَّ أَرَى فِي الْمَنَامِ أَنِّي أَذْبَحُكَ فَانْظُرْ مَاذَا تَرَى. Deyir, İsmail oğlu İbrahimlə birlikdə işləmək və çalışmaq həddinə çatanda, yəni böyüyəndə, deyir, İbrahim İsmailə dedi. Dedi ki, oğlum, mən yuxuda hey görürəm ki, sənin başını kəsirəm, boğazına bıçaq çəkirəm. Hey yuxuda bunu görürəm. Deyir, ondan sonra buyurdu ki, bəs bax gör nəzərin nədir? Həzrəti İbrahim İsmaillə danışır. Həzrəti İsmaillə danışır. Oğlum, mən belə bir yuxu görmüşəm. Sənin bu yuxuya nəzərin, fikrin nədir? İndi görün, Həzrəti İsmail nə cavab verir? Qalə yə əbəti if'al mə tu'mər. Atacan, sənə əmr ediləni yerinə yetir. Allah səndən nə istəyirsə onu yerinə yetir. Narahat olma. Narahat olma. Sətəciduni inşaallah minəs sabirin. Gör nə gözəl söz deyir Həzrəti İbrahim. Buyurur ki, Allahın istəyi ilə, Allahın izni ilə məni səbirlilərdən görəcəksən. Sən bu işi yerinə yetir, atacan. Görəcəksən ki, oğlun İsmail səbirlidir. Allahın bu əmrinə tabidir. Çox qəribə bir səhnədir. Çox qəribə bir səhnədir. Ata və oğul Allahın əmrinə, Allahın buyruğuna bu cür canı dildən əməl edirlər. Bu əmri icra edirlər. Ata oğlu istədiyi kimi tapıb. Oğul da atanı olduğu kimi tapıb. Hər ikisi bir-birini anlayır. Hər ikisi bir-birini başa düşür. Və buyurur ki, فَلَمَّا أَسْلَمَ وَتَلَهُ لِلْجَبِينَ. Beləliklə, elə ki, onların hər ikisi Allahın əmrinə təslim oldular və o oğlunu üzü üstə yerə yıxdı. Həzrəti İbrahim İsmaili uzandırdı. Hətta burada bir diqqəti çəkən bir nüans var. Deyir, Həzrəti İsmail dedi ki, atacan, gözlərimi bağla, birdən gözün gözümə sataşar. Bu fikrindən yayınarsan. Gözümü bağla, sonra məni Allah yolunda qurban kəs. Və ardıca buyurur ki, və nədəynəhu ən ya İbrahim. Biz ona xitab etdik, Həzrəti İbrahimə. Ey İbrahim, qad saddaqtə rüya. Sənin yuxun, rüyan doğru oldu. Yəni, sənə yuxuda dediyimizi, vəhy elədiyimizi həyata keçirtdin. Sən Allahın əmrinə tabi oldun.
İnnə kəzəlikə nəzzil muhsinun. Ardıca buyurur ki, biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Biz sənə əmr eləmişdik. Əziz oğlunu apar qurbangaha. Onun boğazına bıçaq kəs. Hətta yazırlar rəvayətdə ki, Həzrəti İbrahim bir neçə dəfə bıçağı çəkdi oğlunun boğazına, amma bıçaq kəsmədi. Deyir, ondan sonra Allah Taala bu ayəni nazil edir ki, qad səddəqtər rüya. Ya İbrahim, sənin rüyan yuxun gerçəkləşdi. Allah sənin boynundan götürdü. Allahın istəyi, hədəfi buydu ki, görüm keçə biləcəksən. Görüm Allah üçün öz varlığından keçə biləcəksən ya yox. Allah səni bu işdə doğrucu gördü. Allah bu işdə gördü ki, sən həqiqətən bütün varlığından Allaha təslim olansan. Ona görə Allah Teala buyurur ki, İnnə kəzəlikə nəczil muhsinin. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Yaxşı əməl sahibi o insandır ki, keçə bilsin, fədakar ola bilsin, mərhəmətli ola bilsin. Bəziləri elə başa düşürlər ki, Həzrəti İbrahim və İsmail və yaxud da ki, Allah mərhəmətsizdir. Yox. Allah əslində bu hekayədə nəhayət mərhəməti göstərir. Nəhayət fədakarlığı göstərir ki, insan ali hədəf üçün bütün dəyərini, bütün dəyərlilərini, bütün sahib olduqlarını keçməyi bacara bilsin. Və ardıca ayədə buyurur ki, İnnə hâzə ləhuvəl bələul mubin. Şübhəsiz bu hadisə həmin aşkar imtihandır. Bəli, Allah Həzrəti İbrahimi və Həzrəti İsmaili imtihan elədi. Və onlar imtihanda başı uca çıxdılar. O imtihanın öhdəsindən gələ bildilər Allahın inayəti ilə, Allahın onlara güc qüvvət əta etməsi ilə. Və buyurur ki, və fədəynəhu bizibhin əzim. Və biz ona böyük bir qurbanlıq fəda etdik. Allah qoç göndərir ki, ya İbrahim, bunu kəs. Bunu kəs. Və tərəknə aleyhi fil əxirin. Ondan sonraki ümmətlərin arasında artıq yaxşı ad qoyduq. Qurbanlıq Allahın bir sünnətinə çevrildi. Sünnət Allah oldu. Və ona görə Allah Teala buyurur ki, Selamun alə İbrahim. Salam olsun İbrahimə. Allah Həzrəti İbrahimi salamlayır. Niyə? Çünki İbrahim çox əzəmətli bir əxlaq sahibi idi. Çox fədakar idi. O Allah üçün tərəddüd eləmədən bütün varlığını ortaya qoydu. O elə bir bəndə idi ki, Allah onu belə vəsf eləyir ki, İnnəhu min ibadinəl müminin. Həqiqətən o bizim mömin bəndələrimizdən idi. Həqiqi iman gətirənlərdən idi. Onun imanında, Allahla olan bağında, Allahla olan münasibətində Allah onun üçün nəhai bir hədəf idi. İlk öncə bütün işlərində Allah düşüncəsi idi onda. Əzizlər, çalışağın bu bayramda öz nəfsimizdən, öz həva həvəslərimizdən keçməyi bacarağın.
Həzrəti İbrahim və İsmail sənin mənim üçün bir ulğu nümunə yerinə çevrilsin. Onlar bizim həyatımıza rəng qatsın. Onlar kimi yaşaya bilək. Düzdür, Allah səndən, İbrahimdən istədiyini istəməyəcək. Amma Allahın səndən istəyi budur ki, bu da sənin qurtuluşundur. Heç olmasa günahları öz həyatından çıxarasan. Heç olmasa Allahın əmrlərinə tabi olasan. Allah səni görmək istədiyi yerdə hazır olasın, görmək istəmədiyi yerdə yox olasın, gizlənəsən. Allah ruhunu şad eləsin. Böyük ariflərdən biri Hacı İsmail Dolabi. Çox böyük ariflərdən, şəxsiyyətlərdəndir. Onun gözəl bir sözü var. Buyurur ki, bədənin bütün üzvləri, hətta insanın fikri belə qəlbin hökmü altındadır. Bəli, əslində insanı idarə edəcək şey qəlbdir. İnsan biraz paşlansa, tərbiyə olansa, insan artıq nəfsinin fövqünə çıxır. İnsanı idarə edən onun ruhu, fitrəti olur. Amma sadəcə biz o qədər özümüzü nəfsin əsarəti altında saxlamışıq ki, şəhvət bizi o qədər idarə eləyib ki, həva-həvəslər o qədər bizi idarə eləyib ki, biz fitrətimizin və ağlımızın fövqünə çıxa bilmirik. Bizi ruh, fitrət idarə eləyə bilmir. Ardıca buyurur ki, sevgi, məhəbbət hara bağlansa bütün bədən və orqanlar da onun üçün işləyər. Əgər sənin sevgin, sənin məhəbbətin mütləq varlığa, ilahi övliyalara bağlansa, onlarla nəfəs alıb versən, sənin baxışın da, eşitməyin də, hərəkətlərin də, bütün həyatın, ömrün o dəyərlər əsasında olacaq. Ona görə bax gör nəyə bağlanırsan, nəyi sevirsən. Elə bir şeyi sev ki, o sevginin hərarəti sənin həyatına ləzzət qata bilsin. Elə bir şeyə məhəbbət bəslə ki, o məhəbbət bəslədiyin sənin həyatında bir qığılcım yaratsın. Elə bir qığılcım ki, sənin aramlığını əlindən alsın. Gecə-gündüz elə bu arzu ilə, bu hədəflə yaşa ki, mən Allaha necə qovuşum, mən Allaha necə gözəl ibadət eləyim, mən Allahdan necə ləzzət alım. Qəlbini Allah və Allahın salih bəndələrinə yönəlt. Əgər Allah övliyasını sevə bilsən, xoşbəxt insansın. Xoşbəxtçiliyin rəmzi, kilidi ilahi övliyaya məhəbbətdir. Həzrəti İbrahim və İsmail ilahi övliyalardandır. Allahın seçilmiş müqərrəb bəndələrindəndir. Amma onlardan danışmaq yox, onların həyatını, onların etdiklərini öz həyatına qat, rəng ver. Gör nə qədər xoşbəxt olacaqsan, nə qədər ləzzətli yaşayacaqsan. Əgər ilahi övliyalara vəsl ola bilsək, onları sevə bilsək, onlara itaət eləyə bilsək, bütün varlığımız islah olacaq. Bütün varlığımız. Mən sonda istəyirəm bu mənim bayramlıq hədiyyəm olsun sizə. Dünən Ərəfə günü idi. Çox əzəmətli bir gün idi. Dünən elə bir gün idi ki, ariflərin, saliklərin, pəhrizkarların, müttəqilərin günü idi. Ərəfə duası Həzrət İmam Hüseyin əleyhissalamın
Kəbədə oxuyub üzü Kərbalaya çıxdığı bir gündür. Həmən gün İmam Hüseyin ağa Ərəfə duasını oxuyur və hacı yarımçıq saxlayır, üzü Kərbalaya doğru hərəkət edir. Ərəfə yəni tanımaq. Amma tanımaq dərin bir tanımaqdan söhbət gedir. Yəni insanın qəlb gözü ilə, bütün varlığı ilə, ruhu ilə, canı ilə həqiqətləri dərk etməsinə deyilir. Ərəfə duasında insan buna çata bilər. Çalışın Ərəfə duasını vərəqləyin. Tək Ərəfə günü yox ha. Heç olmasa 2-3 gündən bir Ərəfə duasının bir sətir, 2 sətir, 3 sətir, bir vərəq oxuyun. Həzrət İmam Hüseyin əleyhissalam Ərəfə duasında buyurur ki, İlahi, sənə şikayətim də var. İmam münacat eləyir, gəlir bu yerə çatır ki, deyir İlahi, sənə şikayətim var. Qurban olum ruhuna. Nədir şikayətin Əbu Abdillah? Buyurur ki, İlahi, kimsəsizliyimdən və dünyadakı qəribçiliyimdən, buradakı ağaların nəfsinə uymasından sənə şikayət edirəm. Baxın, İmam Hüseyin əleyhissalam bizə elə bir məarif təqdim eləyir ki, bu maarifdə insanın Allaha çatması var, Allaha qovuşması var. İlahi, mən yalqızam, tənhayam, kimsəsizəm, qəribəm. Ardıca buyurur, İlahi, buradakı ağaların nəfsinə uymasından şikayət eləyirəm. İlahi, qəzəblənmə mənə. Mənə qəzəblənməsən, fikrim yalnız səndə olar. Subhanallah. İlahi, mənə mərhəmət göstər. Mənə lütf elə. Gör məni necə də ağuşuna almısan. İlahi, yerdən, göydən mənə bərəkət yağdırırsan. Mənə nəvaziş göstərirsən. Mənə ağuşuna almısan, İlahi. Ya Rəbb, sənə and verirəm vəcihinin nuruna. O nura ki, yerə və göylərə saçır, zülmətləri məhv edir. Öncəkilərin və sonrakıların yolunu aydınlaşdırır. Məni qəzəbinlə öldürmə, mənə qəzəblənmə. Və İmam bizim halımızdan danışır. İlahi, o qədər sənin qəzəbinə səbəb olacaq günahlar eləmişəm. Amma nə olar, mənə qəzəbinlə yox, mərhəmətinlə rəftar elə. Öz mərhəmətini mənə şamil elə. İlahi, məni cəzalandırma. Cəzalandırma məni, İlahi. Məndən razı qalana qədər möhlət ver, İlahi. Tövbə eləyim, bağışlanım. Axı səndən başqa Allah yoxdur, ey müqəddəs məkanın Rəbbi. Məşəhərul həramın Rəbbi. Ən qədim evin, bərəkət verdiyin, insanların pənahgahı etdiyin Kəbənin Rəbbi. Mənə rəhm elə. Ey helmi ilə böyük günahları bağışlayan. Ey fəzli ilə bol-bol neymət verən. Ey kərəmi ilə artıqlaması ilə bəxş edən. Ey dar günümdə köməyim. Ey kimsəsiz vaxtımda həm söhbətim. Ey ağır günümdə dayağım. Ey yaxşı günümdə böyüyüm. Ey mənim və ata-babalarımın, İbrahim və İsmailin, İshaqın və Yaqubun Allahı. Allah bu günü, bu bayramı bizə mübarək eləsin. Allah bizə
əlimizdə olanlardan, olmayanlardan keçməyi nəsib eləsin. Allah bizə İbrahimin və İsmailin sünnətini, sünnətəllah yaşatmağı bizə nəsib eləsin. Allah bizə həqiqi bayramlıq əta eləsin. Allah bizi bağışlasın, öz rəhmətinə qərq eləsin. Mən yenə də hər birinizi səmimi qəlbdən təbrik eləyirəm. Qurban bayramınız mübarək olsun. Allah bu bayramı hər birimizə mübarək eləsin. Allah gələn günlərimizi daha xeyirli qərar versin və aqibətimizi xeyirlə xətm eləsin. Allahümmə inna nəsəlükə və nədəuk bismikəl əzimil əzəm və əcəllil əkrəm və bil Hüseyni ya Allah, 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 ya Rahman, ya Rahim, ya muqallibəl qulub, səbbit qulubənə ala dinik. İlahi, sənə ant verirəm bu günün hörmətinə, bizi bağışla ginən. Allah, sənə ant verirəm bu əzəmətli bayramın hörmətinə. Həzrət Əmir əl-Müminin buyurur, həqiqi bayramlıq insanın bağışlandığı gündür. İlahi, bizə bayramlıq olaraq bizi bu günah çirkablığından xilas elə. Allah, aqibətimizi xeyirlə xətm elə. Allah, bizi öz zikrindən qəflətə salma ginən. Allah, bizi dünya və axirət özündən, əhl-i beytindən ayrı salma ginən. Allah, bu vətəni, bu xalqı əmin amanlıqda saxla ginən. Allah, hacda olan əziz hacıları, Allah evinin qonaqlarını yerin göyün bəliyyatından hifz elə, onların ziyarətini qəbul elə. Allah, bizə də tezliklə öz evinin ziyarətini, Peyğəmbər ziyarətini, Bəqi qəbirstanlığının ziyarətini nəsib elə. Allah, sənə ant verirəm, öz hörmətinə qarşıdan gələn məhərrəmliyi bizə bərəkətli qərar verginən. Allah, bizə ərbəyin ziyarətini nəsib elə. Allah, bütün xəstələrə acil şəfa, kəramət etginən. Allah, övladı olmayanlara salih, sağlam övladlar əta elə, borcu olanların borcunu əda elə. Allah, evsizlərə ev, məhbus həyatı yaşayanlara tezliklə İmam-ı Kazım hörmətinə tezliklə onları izzət ilə azad elə. Allah, bütün müsəlman torpaqlarını əmin amanlıqda saxla ginən. İslam düşmənlərini zəlil və xar etginən. Allah, sənə ant verirəm öz Allahlığının hörmətinə ilahi. Bu vətəndə, bu xalqa xidmət eləyən əziz ruhaniləri sağ-ı salamət elə. Allah, əzizimiz mərhum Hacı Şahinin ruhunu şad elə. Onu sevdiklərinə qonaq elə. Allah, sənə ant verirəm öz Allahlığının hörmətinə ilahi. İlahi, İmam-ı Zamanı görməyi bizə nəsib elə. Onun bizim boynumuzda olan haqlarını əda etməkdə bizi müvəffəq elə. Allah, sənə ant verirəm xanım Zeynəbin həqqini İmam-ı Zamanın zuhurun təcil etginən. Və haqqı Muhammedin və alih və hörməti surətil mübarəkətil Fatihəti ma'as salavat.